Əgər müəllimlər, püşk atma oyun başlama necə olacaq? Belə bir prosesi soruşarsa, püşk atma keçir, püşk atma olacaq. Püşk atma nəticəsində qalib gələn komanda ya topa idarə etməni yetirəcək, ya da ki meydan seçimini edəcək ki, yəni birinci mən başlayıram, yoxsa rəqib komandası başlasın. Və bu formada deyək ki, A komandası birinci servisi başlayacaqsa, birinci hissədə, ikinci hissədə bunu eləyəcək komanda B komandası olacaq. Yer dəyişməz, yer dəyişməz. Bəli, bu dəyişəcək. Və 5-ci set oynanılarsa, yenidən püşk atma olacaq bu formada. Başa düşdüm. Buyurun müəllim, Hacı müəllim, buyurun. Komanda maksimum neçə dəfə topa toxuna bilər? 3 dəfə. Komanda 3 dəfə. Bəli. Əgər blok toxunuş sayılmadığına görə, bəli, blok hesablanarsa 4 dəfə olacaq. Amma blok topa toxunuş sayılmır və deyirik ki 3 dəfə. Blokdan əlavə. Bəli. Dördüncü, voleybol oyunu ilə şagirdlərdə daha çox hansı hərəkət qabiliyyəti inkişaf etdirilmək olur? Çeviklik, dözümlülük, bədən ərimə qabiliyyəti. Bəli. Bəli. 5. A və B komandası arasındakı görüşdə A komandası seti qazanmaq üçün ən azı neçə xal fərqi ilə qalib gəlməlidir? 2 fərq ilə. B bəndi. B bəndi. C Bəli. bəndi deyil. Seti qazanmaq üçün ən azı neçə xal fərqi ilə. Minimum dedi ki, 2 xal fərqi ilə qalib gəlməlidir. Bəli. Bax, B bəndi. B Bəli. bəndi də burada. Seti qazanmaq üçün 2 xal fərqi ilə udmalıyıq. Minimum da yəni. Çox ola bilər, çox olsun. Yəni 25-16 bitsin, problem deyil. Amma deyək ki 23-23-dirsə mütləq ki 25-23 olmalıdır və yaxud da ki 20-26-24 olmalıdır. Yəni 2 xal fərqindən aparmalı. Bəli. Hakim oyunu hansı işarə ilə başladığını bildirir. Pitch verir də. Pitch verir, ondan sonra oyun başlayır. Bəli. Sonra kim oxuyur? Oxuyaq, fərqi yoxdur, biz oxuyaq. Mən oxuyum. Buyurun, buyurun müəllim. Bəxri müəllim. Oxuyun. 7. Əsas meydan xəttinin qalınlığı neçə santimetrdir? B bəndi 5 santimetr. Bəli, xəttlər 5 sm. Ya meydan xəttlərinin sayı soruşsa müəllimlər neçə olacaq? Meydan xəttləri 7 olacaq. Əgər 7. Əgər meydan xəttləri soruşsa, bu sayı 7 götürəcəyik. 2 arxa xəttlər, yəni dediyimiz o arxa servis zonasıdır. Aha, 2 yan xəttlər, 2 dənə ortadakı o xəttlər, görürsüz, biri 3 metrlik zonanı ayıran, bəli, bir rəqib tərəfi və bir də ortadakı o xətti ayıran. Cəmi meydan xəttlərinin sayı soruşsa, testə çaşdırıcı sual kimi sala bilərlər, 7 götürün. Mən 6 bilirdim. 7. Hesablamamışım. Oxuyun. Bəli, bəli. 8. Oyunun əsas qaydalarını qruplar şəklində oyun prosesində öyrətmək və şagirdlərin hərəkət qabiliyyətini, mənimsəmə dərəcəsini müəyyən etmək. Dərsin hansı hissəsində müəllim şagird fəaliyyətində bəhs olunur? Bu əsas hissə müəllim fəaliyyəti. Bəli, əsas hissə müəllim. A bəndi. Keçirdək. Qadınlar üçün torun hündürlüyü nə qədərdir? B bəndi 2 metr 24 Bəli. santimetr. Bəli. Kişilər üçün torun hündürlüyü nə qədərdir? Bu da C bəndi 2 metr 43. Bəli. 11. Hakim 2 qat toxunuş qayda pozuntusunu necə göstərir? 2 barmağını yuxarı qaldırır da A bəndi. Bəli, 2 toxunuş göstərir ki, 2 dənə toxunuş var. Bəli. Oxuyum yoxsa kimsə oxumaq istəyir? Kimsə oxumaq istəyirsə oxusun. Yoxsa oxuyum. Davam edək. Oxusun. Sən sualdır müəllim. Oxuyun. 12. Bəli. Top meydançadan kənara düşüb. Aha. İşarəsini hakim necə göstərir? Müəllim, əllərini yuxarı qaldırır. 2 dənə yumruğunu yuxarı tutur. A bəndi.
Müəllim out da, yəni hə out. Fəxri müəllim. Bax, Əlini aşağı indir. Ekran- Meydançada. yo, baba göstərim. Mən görə bilirsiniz ekranda. Bəli. Hə, mən onu dedim. Əlləri yuxarı qaldır Fəxri müəllim. Mən də onu dedim. Ki out. Top outda, top kənara düşüb. Mən də onu dedim bəli müəllim. Əlləri yuxarı qaldır. Yan xətt hakimi bayrağı qaldıracaq yuxarı. Out, top kənara düşüb. Əgər meydana düşübsə, bayrağı yendirəcək, meydanı göstərəcək. Yan xətt hakimi. Bu out. Bəli müəllim. Mən də bəli müəllim. O out. Rəq Çiğdən bildim burada. 12 müəllimə. Əlləri yuxarı qaldır. Əllərini yuxarı qaldırır. Mən aşağı değilim, meydanı çalıştım bildim. O 13. Rəqibin xal etkisindən sonra servis kimin tərəfindən yerinə yetirilir? Müəllim, servis arxa sıradakı sağ olsun. Fəxri müəllim 1 nömrəli. 1 nömrəli. Bəli. O 14. Voleybolda libero nə iş görür? Müəllim, müdafiə və qəbulda ixtisaslaşmış oyuncudur. Bəli, Müdafiə və qəbulda. bəli. Bəyəndir. Bir bəndi. Müəllim, başqa kimsə oxuyacaq? Müəllimlər, Yaşar müəllim oxuyursunuz? Yaşar müəllim. Oxuyun da. Rəsul müəllim oxuyur, mən. Oxuyun müəllim. Davam edin. Hə, voleybolda torun üstündən keçməsə nə baş verir? Müəllim, orada təbii ki, top, müəllim, xal itirilir. Bəli. Yəni top tora dəyib qaydırsa xal itirilir da. Bəli. Xal itirilir, top servis rəqibə veriləcək. 16. Hakim oyuncu xətti keçib pozuntusunu necə göstərir? Oyuncu xətti keçib. Bax, bu Dəqiq müəllim. formada belə göstərir ki, qabaqda yerlədir, belə göstərir ki, xətti keçib. Qarşı tərəfdə belə. Əlini qarşısında yerlədir. Hə, əlini qarşısında yerlədir. Rəqibə mane olmaq qayda pozuntusu zamanı top kimə verilir? Rəqibə mane olmaq. Müəllim, rəqibə mane olursa bu pozuntu edən komandaya yox, rəqib komandaya verilir da. Bəli, bəli. Deyil. Setlər Rəqib demədi, hə, rəqibə komandaya. 18. Setlər bərabər olarsa həlledici set neçə xalla oynanılır? Müəllim, bu 5-ci setdir. O meydan. bəli. Komanda neçə nəfər libero ola bilər? Müəllim, bir komandada 2-dən artıq libero ola bilməz. Bəli, bir komanda 2 libero. Meydanda soruşsa amma biz deyəcəyik. Meydanda Meydanda bir libero müəllim. bəli. Hakim topu dəyişdirir. Hakim topu dəyişdirir işarəsi necə göstərilir? Hakim topu dəyişdirir. Hər iki əli ilə dairə çəkir, o deyil mənim, yoxsa? İki əli ilə dairə çəkir, yoxsa? Göstərir ki, yəni topu işarəsini göstərdi, belə deyək. O yumru belə. Bəli, Yumru. Aha. bəli. Top xəttin üstünə düşərsə o necə sayılır? Müəllim, oyun yəni oyunda sayılır da, oyunda içəridə. Bəli. Bəli, içəridə. Oyun zamanı komanda ən çox neçə əvəzləmə edə bilər? Müəllim, bir hissədə 6 əvəzləmə da müəllim. Ha, tam vəziyyətmədirsə 3 götürəcəyik. Natamam vəziyyətmədirsə 6. Tamam 6. Hakim əvəzləmə işarəsini necə göstərir? Bir dəqiqə müəllim, bu işarələr mənə biraz çaşdırdı. Əllərini bir-birinə yaxınlaşdırır. Əvəzləmə. Müəllim, Gəlmədim. əlini bir-birinə yaxınlaşdırır, yoxsa? Burada dairəni fırladır olar. əlləri dairə fırladır, yumruğunu. Yumruq biləyini dairəni. Bəli, dəyişiklik işarəsini göstərir. Dairə fırladır ki, dəyişiklik. Əvəz et. Bəs timeout necə olacaq onda? Timeoutda, müəllim bir yumruğunu, timeoutda tək yumruğunu. Yoxsa düz deməm. Əlini yuxarı qaldırır. Hə, əlini yuxarı qaldırır müəllim, hə, əlini ovucunun içinə, o birisi əlini açır. Ovucunu da o içinə. Bu dəyişiklikdir.
24 voleybolda gərgin keçən A və B komandası arasında görüşdə A komandasının şagirdləri qalib gələrək rəqib komandanın çox zəif olduğunu xüsusi aqressivlik nümayiş etdirərək onlara bildirirlər. Müəllim məşqçi hansı məzmun xəttini formalaşdıra bilməyib? Müəllim, burada yəni özlərini apara bilmirlər. Məncə mənəvi iradə xüsusiyyətləri. Mənəvi iradə xüsusiyyətləri, hə. Aha. Yəni özlərini idarə edə bilmirlər. Sonra müəllim 25. Hakim setin sonunu necə bildirir? Müəllim, Sarpaz. əllərini yuxarı qaldır, da fit verir. Əllərini yuxarı qaldır. Əlləri yuxarı qaldır. Aha. Telefonda. Oyun zamanı topu blokdan sonra qəbul edən oyunçu topa toxuna bilərmi? Bəli, müəllim, bloka toxunmaq sayılmır. sayılmır. Ha. Bəli, blok toxunuş sayılmadığına görə növbəti toxunuş edə bilərik. 27. Top tutuldu qayda pozuntusu nə deməkdir? Müəllim, burada elə sinonim söz ona uyğun olan top əldə saxlanılmaqdır. Bəli, topla. Ha, 28. Voleybol meydançasının uzunluğu 18 metr. Bəli. Voleybol oyunu zamanı şagirdlər intensiv, dəqiq zərbələr endirir, təkli və cütlü blok qurmağın üstünlüyünü bilərək müdafiə sahəsində xüsusi bacarıqlarını nümayiş etdirir, yüksək səviyyədə nizamlı davranaraq müəllimin onlardan gözləntilərini anlayırlar. Hansı məzmun xətti formalaşması hesab oluna bilər? Müəllim, burada bütün məzmun xəttləri istifadə olunur. Hər bir məzmun xətt. Bütün İnformasiya təminatı hamısı müəllim, hərəki bacarıqlar. həm oyun qaydalarını, O 30 oyun var, həm hərəki qabiliyyət var. Burada hərəki bacarıq dayandır. 29 deyil. 29'da hərəki bacarıq verilişləri götürmüşdüm mən. Yox, bu Y variantıdır. Deyir ki, 4 məzmun xətti. voleybol oyunlarını bilirlər. Qaydalara intensiv dəqiqsə həm dəqiq zərbələr endirirlər. Yəni hərəki qabiliyyətlər, icra bacarıqları əladır. Təkli ciddi blok qurmağın üstünlüyü bilirlər. İnformasiya təminatı nəzərbilik var. Müdafiəsin xüsusi bacarıqları nümayiş elətdirirlər. Aha, hərəki qabiliyyət hissəsinə keçdik və yüksək səviyyədə nizamlı davranırlar. Bəli, nizamlı davranırlarsa da mənəvi xüsusiyyətləri də deməli bütün məzmun xəttlərdən artıq bəli. 30. Oyun zamanı hakimin ən vacib vəzifəsi müəllim təbii ki, oyun qaydalarına nəzarət etmək. Əla. Əla. Əla müəllimlər. İnşallah ki, voleybolla bağlı sual düşsə bizi yanıltmaz. Doğru cavab yazın. İnşallah. Yox. Bir də fəxr müəllim, Bəli. orada bir şey var müəllim. Bəli. Voleybolda neçə top da beynəlxalq yarışlarda istifadə olunur? 5 top. Müəllim, o 2 idi yoxsa 3? 5 top. 2 idi mənim. 5 top, 5 top müəllim. 1 top? 5. 5 top, ha, 5 top. Ha. Belə Mən 2 gördüm, ona rəsmi yarışlar Gördük çox. sizə atdığım PDF başa düşdüm müəllim. PDF-i diqqətlə oxuyun, PDF-də də var. Hətta orada top daşıyanlar neçə nəfər olmalıdır ona qədər incəliyinə qədər yazmışam.